2026-cı ildə qəbul imtahanlarında, müəllimlərin işə qəbulunda, sertifikasiya imtahanlarında iştirak edəcək abituriyentlərimizin, müəllimlərimizin nəzərinə bu videodan etibarən istər Azərbaycan, istərsə də ümumi tarixdən bütün mövzuların izahları ardıcıl şəkildə kanalımızda yerləşdiriləcək, sizlərlə dəstək məqsədi ilə paylaşılacaqdır. Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayır və ibtidai icma quruluşunun izahını sizlərə təqdim etmək istəyirəm. İbtidai icma quruluşu videomuz 2 hissədən ibarət olacaq. Bu videomuz abituriyentlər üçün, növbəti videomuz isə müəllimlərin işə qəbuluna və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlərimiz üçün təqdim olunacaqdır. İbtidai icma quruluşu yazmamışdan əvvəl deyim ki, 3 dövrə bölünür: daş dövrü, tunç dövrü və dəmir dövrü. Niyə məhz bu dövrlərə? Çünki istifadə olunan əmək alətlərinə görə. Yəni daş dövründə daşdan, tuncda tuncdan, dəmir dövründə də dəmirdən istifadə olunur. Bax, belə bir sadə anlayışla qarşınıza çıxım. Daş dövrü isə Azərbaycanda hansı mərhələlərə bölünür? Bax, ondan danışım sizlərə. Daş dövrü Azərbaycanda bölünür, demək, paleolit, yəni ki, qədim daş dövrünə, mezolit, qısa yazıram, orta daş dövrünə və neolit, yəni yeni daş dövrlərinə bölünür. Daş dövrü ilə tunç dövrünün arasında da bir keçid mərhələsi var. Biz buna mis daş dövrü, yəni eneolit dövrü deyirik. Bütün dövrlərdən ardıcıl şəkildə sizlərə danışacağam. Əziz izləyicilər, burada videomuza qısa bir ara verməli olur. Anlayışınız üçün əvvəlcədən təşəkkür edir və qısa bir elanı nəzərinizə çatdırmaq istəyirəm. Noyabr ayının 1-dən etibarən istər onlayn dərs qruplarımıza, istərsə də sınaq qruplarımıza qeydiyyat başlamışdır. Dərs və sınaq qruplarımıza qoşulmaqla siz bütün proqramı yekunlaşdıra bilər, imtahana qədər bütün mövzular üzrə tərəfimdən hazırlanan və qəbul imtahanlarına birəbir uyğun olan əvvəlki illərdə qəbul imtahanlarında, dövlət imtahanlarında istifadə olunan istər mövzular üzrə, istər bölmə testləri üzrə, istərsə də ümumi sınaqlar üzrə olan tapşırıqları işləyərək həm proqramı yekunlaşdıra bilər, həm çətinlik çəkdiyiniz mövzulardakı boşluqları aradan qaldıra bilər, həm tarixi daha dərindən mənimsəyərək, əzbərləyərək yox, dərk edərək, başa düşərək öyrənə bilər, testologiyanızı inkişaf elətdirərək xəritə sualları, mənbələri və digər tarix testlərinin tipləri ilə tanış olaraq imtahana mükəmməl şəkildə hazırlaşa bilərsiniz. Hər bir qrupumuza qeydiyyatdan keçmək və ətraflı məlumat əldə etmək üçün 055 403 37 53 nömrəsinə yazın. Siz də bizə qoşulun və uğuru bizimlə birgə əldə edin. Dərs izahımıza davam edək. İlk öncə paleolit dövründən danışmamışdan əvvəl Azərbaycanda mövcud olan ilk insan məskənlərini qeyd edeyim. Belə ki, Azərbaycanda Qarabağ ərazisində ilk insan məskənləri Azıq, Tağlar, Kəlbəcərdə Zar mağaraları olubdur. Mingəçevirdə Qaracanı qeyd edə bilərik. Lerikdə Üzeyri qeyd edə bilərik. Mən burada qısa yazıram. Dərslikləri oxumaq mütləqdir, hökmdür. Tək video ilə kifayətlənmirik. Həmçinin daşdalaqlı, damcılı qazma mağaralarını da burada qeyd eləmək olar. Danışaq paleolit dövründən. Paleolitin özü də bölünür 3 dənə mərhələyə. Bax, bunlar hansılardır? Demək, alt paleolit, orta paleolit və üst paleolit. İlk öncə demək, hansı dövrdən başlayırıq? Alt paleolitdən. Alt paleolit dövrü Azərbaycanda əhatə eləyibdir ilk insanın yaranmasından, yəni bacarıqlı insanın yaranmasından etibarən təxminən 100 min il bundan öncəyə kimi. Alt paleolit dövrünü alimlər Azərbaycanda məhz Azıq mağarasından tapdıqları tapıntılar əsasında öyrəniblər. Alt paleolit dövründə yaşayan insan tipi ilk insan tipi, yəni bacarıqlı insan adlanır. Bacarıqlı insan, demək, səsli nitqə, şuura malik deyildi. Bacarıqlı insan mənimsəmə təsərrüfatı ilə məşğul olurdu. Mənimsəmənin bir digər adı da testlərdə qarşımıza çıxır. İstehlak təsərrüfatıdır. Mənimsəmə təsərrüfatı demək ibarətdir ovçuluq və yığıcılıqdan. Ovçuluq və yığıcılıq. Daha sonra ilk insanın, yəni bacarıqlı insanın yaşadığı insan kollektivi ulu icmadır. Ulu icma paleolitin istər alt, istərsə də orta mərhələsində mövcud olubdur. Ulu icma çöl-təbii şəkildə idi. Davamlı deyildi, qohumluq əlaqələrinə burada malik deyildilər. Ulu icma tez-tez dağılırdı. Ulu icmada demək yaşayıbdı bacarıqlı insanlar və neandertallar, onu orta paleolit dövründə sizlərə bəhs eləyəcəm. Alt paleolit dövründə yaşayan insanlar istifadə eləyirdi daşdan hazırlanan əmək alətlərindən, həmçinin dövr növbəti mərhələlərində artıq alt paleolit dövründə insanlar məhz dəyənəkdən, yerqazan çubuqdan və sair kimi alətlərdən də istifadə eləmişlər. Alt paleolit dövründə Azıq mağarasında Azərbaycanda aparılan məhz tədqiqatlar nəticəsində məlum olubdur ki, orada təxminən 350-400 min il bundan əvvələ aid yaşayan insanın alt çənə sümüyü demək aşkar olunubdur. Deməli, alt çənə sümüyü oradan aşkar olunur.
Əlavə olaraq da Azıq mağarasından qədim dövrə aid ocaq izləri, ayı kəlləsi aşkar olunubdur. Ayı kəlləsi üzərində olan cizgilər isə insanların ilkin dini təsəvvürlərə malik olduğunu, sadə incəsənətlə məşğul olduğunu bizlərə sübut edir. Alt paleolit dövründən bu qədər. Danışaq sizlə orta paleolit dövründən. Orta paleolit dövrü isə Azərbaycanda təxminən 100 min il bundan öncədən başlamış, eradan əvvəl 35 min il bundan öncəyə qədər davam etmişdir. Orta paleolit dövründə yeni insan tipi yaranır. Bu insana biz deyirik Neandertal insan. Neandertal. Neandertal insanın bacarıqlı insandan fərqləri var idi. Belə ki, bacarıqlı insan təbii otdan istifadə elədiyi halda Neandertal insan süni otdan istifadə eləyirdi. Neandertal insanda axirət dünyasına inam meydana gəlmişdi. Axirətə inanırdılar. Əmək alətləri daha da təkmilləşmişdi Neandertal insanın dövründə. Neandertal insan da bacarıqlı insan kimi ovçuluqla, yığıcılıqla məşğul olurdu. Yenə bacarıqlı insan kimi Neandertal insan da ulu icmada yaşayırdı. Yəni ilk insan kollektivi olan ulu icmada yaşayırdı. 100 min il bundan əvvəl başlanmış, təxminən 35 min il bundan əvvələ qədər davam eləmişdi mezolit dövrü və biz keçək, daha doğrusu orta paleolit dövrü. İndi isə biz keçək paleolitin bir digər mərhələsinə, yəni üst paleolit dövrünə. Üst paleolit dövrü isə eradan əvvəl 35 min il bundan öncədən davam eləyibdi. Eradan əvvəl 12 min il bundan öncəyə qədər olan dövrü. Və üst paleolit dövründə yeni bir insan tipi yaranır, yəni müasir insan yaranır. Biz bu insana ağıllı insan deyirik. Ağıllı insan bir digər adı ilə Homo sapiens meydana gəlir. Homo sapiens bacarıqlı və Neandertal insandan fərqli olaraq qəbilə quruluşunda yaşayırdı. Demək, qəbilə qan qohumluğuna əsaslanan insan birliyinə deyilir. Qəbilə quruluşunun bir digər adı testlərdə qarşımıza çıxanda biz bilək, bu nəsli icma hesab olunur. Qəbiləni idarə eləyirdi analar. Yəni ki, üst paleolit dövründən etibarən ana xaqanlığı meydana gəlir və ana xaqanlığı davam eləyir ta ki, erkən tunç dövrünə qədər. Yəni ki, üst paleolit, mezolit, neolit və enolit dövrlərində mövcud olubdu ana xaqanlığı. Qəbilə. Qəbiləni idarə edən kim oldu? Əsas söz sahibi ana oldu. Ana xaqanlığı dövründə qadınlar uşaqlara baxırdılar, gilə meyvə toplayırdılar, odu qoruyub saxlayırdılar, yığıcılıqla məşğul olurdular. Üst paleolit dövründə ağıllı insanın formalaşması ilə səsli nitq və şuur da inkişaf eləmiş oldu. Axirət dünyasına inam artmış oldu. İnsanlar demək, suyun bir tərəfindən digər tərəfinə, çayın bir tərəfindən digər tərəfinə keçmək üçün sal qayıqlardan istifadə etməyə başladılar. Üst paleolit dövründə sadə incəsənət nümunələri də həmçinin daha da inkişaf eləmiş oldu. Və üst paleolit dövrü qədim daş dövrünün, paleolit dövrünün son mərhələsi hesab olunur. Biz indi keçirik sizlərlə mezolit dövrünə, yəni orta daş dövrünə. Mezolit dövrü, orta daş dövrü Azərbaycanda əhatə eləyir təxminən eradan əvvəl 12-ci, 8-ci minillikləri. Orta daş dövründə, mezolit dövründə insanlar mikrolit əmək alətlərindən istifadə etmiş. Mezolit dövründə insanların ən böyük ixtirası hesab olunur ox və kaman. Ox və kamanın ixtira olunması nəticəsində insanlar heyvanları daha uzaq məsafədən ovlamağı bacarmış, təhlükəsiz ovu öyrənmiş və mezolit dövründə ibtidai əkinçilik və maldarlıq da meydana gəlmişdi. Demək, əkinçiliyin, maldarlığın meydana gəlməsi, mikrolit əmək alətlərindən istifadə olunması, ox və kamanın ixtira olunması, heyvandarlığın əsasının qoyulması və heyvanların əhəlləşdirilməsi təsadüf eləyir 12-8-ci minillikləri əhatə edən orta daş dövrünə, mezolit dövrünə. Heyvanların əhəlləşdirilməsinə başlanıldı mezolit dövründə. Bax, bütün bu proseslərin baş verməsi nəticəsində ən vacib yeniliklərdən biri olur. O yenilik nədən ibarətdir? Biz danışdıq axı, alt paleolit dövründə mənimsəmə təsərrüfatı, yəni istehlak təsərrüfatı mövcud idi. Artıq istehlak təsərrüfatı mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçid olur. Bu arada mezolit dövründə də insanların dini təsəvvürlərində dəyişiklik olur. Onlar dəfn elədikləri insanların yanına bütlər qoyurdular, məişət əşyaları qoyurdular, onları dəfn eləyərkən. İstehsal təsərrüfatına keçid də oldu mezolit dövründə, orta daş dövründə. İndi gəlin biz danışaq neolit dövründən, yəni yeni daş dövründən. Neolit dövrü əhatə eləyir eradan əvvəl 8-ci, 6-cı minillikləri. Neolit dövründə də əvvəlki dövrlərdə olduğu kimi qəbilə quruluşu mövcud idi. Yəni mezolitdə olduğu kimi neolitdə də qəbilə quruluşu davam eləyir. Qadın cəmiyyətdə əsas rol oynayan faktordur. Neolit dövründə insanlar artıq
əkinçiliyi və maldarlığı əsas məşğuliyyət sahəsinə çevrilirlər. Əkinçilik, maldarlıq da harda yarandı? Mezolit dövründə, unutmayaq. Neolit dövründə əkinçilik, maldarlıq əsas məşğuliyyət sahəsinə çevrildi və Neolit inqilabı adlanan hadisələr prosesi baş verdi, ardıcıllığı baş verdi. Belə ki, Neolit inqilabı nədən ibarətdir? Toxuculuq daha da inkişaf eləyir, sənətkarlıq meydana gəlir, daş işləmə, dəri işləmə meydana gəlir. Bax, bu ümumi bir adla adlanır Neolit inqilabı. 8-6-cı minillikləri əhatə edən yeni daş dövründə bu kimi dəyişikliklər oldu. Neolit dövründə insanlar torpağı məhz toxa ilə yumşaldırdılar. Tox əkinçiliyi meydana gəldi. Neolit dövründə heyvanların əhəlləşdirilməsi prosesi davam eləyirdi. Neolit dövründə insanlar oturaq həyata keçid eləmişlər. Bunu əvvəlcə qeyd eləməliydim, indi qeyd elədim. Yəni oturaq həyata keçid prosesinin baş verməsindən sonra zaten bu dəyişikliklər baş vermişdi. Azərbaycanda məhz Tovuzdakı Göytəpə, Ağcabəddəki Kamiltəpə və digər yaşayış yerləri əsasında öyrənilmişdir. Xərit üzərində bunlar düşür. Bu hissəyə fikir verək. Neolit dövründən bəhs elədik. İndi isə gəlin keçid eləyək sizlə daş dövrü ilə Tunc dövrünün arasında keçid mərhələsi olan Eneolit dövrünə. Eneolit dövrü Mis daş dövrü də hesab olunur digər adı ilə. Mis daş dövrü əhatə eləyibdir eradan əvvəl 6-4-cü minillikləri. Mis daş dövründə toxa əkinçiliyi daha da inkişaf eləyir. Hətta Eneolit dövrünün digər adı hesab olunur toxa əkinçiliyi dövrü. Bu dövrdə artıq ovçuluq və demək balıqçılıq insanların ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilir. Sənətkarlıq Eneolit dövründə daha da inkişaf eləyir. Toxadan danışdıq, misdən danışdıq. Hansı ki, ilk ixtira olunan metal mis hesab olunur. Lakin mis kövrək və az tapıldığına görə Eneolit dövründə də əsasən daşdan əmək alətlərindən istifadə olunurdu. Yəni daşdan hazırlanan əmək alətlərinə Eneolit dövründə daha çox üstünlük verilir. Baxmayaraq ki, bax burada mis ixtira olunmuşdu. Dairəvi evlər tikirlər çay kənarlarında, su hövzələrinə yaxın olan ərazilərdə, onların dini təsəvvürlərində də dəyişiklik olur. İnsanlar öz yaxınlarını evlərin arasında və içərisində dəfn eləyirdilər və Eneolit dövründə insanlar dəfn elədikləri yaxınlarının üzərinə qırmızı boya rəmzi hesab olunan oxra səpirdilər. Mezolit dövründən başlayan, Neolit dövründən davam edən heyvanların əhəlləşdirilməsi prosesi Eneolit dövründə başa çatdı. Deməli, heyvanların əhəlləşdirilməsi bu dövrdə başa çatır Eneolit dövründə. Bax belə, bu kimi yenilikləri qeyd elədik. İndi isə gəlin keçək sizlərlə Tunc dövrünün izahına. Erkən Tunc dövrü əhatə eləyir eradan əvvəl 4-cü minillikdən 3-cü minilliyə qədər olan dövrü. Erkən Tunc dövrü həmçinin adlanır Kür Araz mədəniyyəti dövrü. Erkən Tunc dövründə Neolit dövründən etibarən istifadə olunan toxanı əvəz eləyir xış. Demək, toxa əvəz olundu xışla. Ana xaqanlığı əvəz olunur ata xaqanlığı ilə. Artıq bu dövrdə insanlar dağlıq və dağətəyi bölgələrdə məskunlaşdılar. Dağlıq və dağətəyi bölgələrdə məskunlaşırlar. Köçmə yaylaq maldarlığı meydana gəlir. Evlərdən demək, kənarda dəfn prosesi baş verir. Ölülərin üzərinə kurqanlar qururdular, yəni torpaq təpələr. Ölü yandırma, kollektiv dəfn adətləri meydana gəlmişdi və ən əsas məsələlərdən biri, unutmamışam qeyd eləyək, artıq bu dövrdə ikinci insan kollektivi olan, yəni qəbilənin biz tayfa ilə əvəz olunduğunu görürük. Bir neçə qəbilənin birləşməsi nəticəsində qəbilə plus qəbilə bərabərdir, tayfalar meydana gəlir. Deməli, tayfalar necə meydana gəlib? Qohum qəbilələrin birləşməsi nəticəsində. Qəbilədə əsas söz sahibi ana olduğu halda tayfaları idarə eləyirdi kişilər, ağsaqqallar idarə eləyirdi. Ata xaqanlığı demək dövründə olubdur nə? Tayfa. Ana xaqanlığı dövründə olubdur nə? Qəbilə quruluşu. Ulu icmada mövcud oldu hansı dövrlərdə? Alt paleolitdə və orta paleolitdə. Bax, bunları da yadımızda saxlayaq. Başqa, bu dövrdə ibadət evlərinin meydana gəlməsindən qeyd eləmək olar. Erkən ibadət evləri meydana gəlir. İbadət evlərinə Azərbaycanda rast gəlinibdir. Naxçıvanda, 1-ci Kültəpə, Xaçmazda, Sərkartəpə, Qazaxda, Baba Dərvişdə rast gəlinibdir. Bunların da adlarını öyrənməliyik, hətta xərit üzərində də yerlərini bilməliyik. Xəritəni işləməkdə çətinlik çəkirsinizsə də, istər bax burada, yuxarıda, istərsə də aşağıda linklərdə xərit izahlarını yerləşdirəcəm. Azərbaycan və ümumi tarixdən olan xərit izahları oradan daxil olub çətinlik çəkdiyiniz boşluqları, hissələri aradan qaldıra bilərsiniz. Erkən Tunc dövründən danışdıq. Gəlin keçid eləyək sizlə Orta Tunc dövrünə.
Orta Tunc dövrü Azərbaycanda əhatə edilibdi eradan əvvəl 3-cü, 2-ci minillikləri. Görək Orta Tunc dövründə hansı dəyişikliklər olur? Orta Tunc dövründə də yenə ata xaqanlığı davam eləyirdi. Artıq tayfalar birləşir və iri tayfa ittifaqları meydana gəlir. Bu arada Erkən Tunc dövründə bir önəmli yeniliyi də qeyd eləməyi unutdum. Gəlin onu yazım. Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü baş verir. Ümumiyyətlə Tuncun 3 dənə mərhələsi var. Gördüyünüz kimi erkən, orta, son Tunc. 3 dənə də ictimai əmək bölgüsü var. Birinci uyğun gəlir erkənə, ikinci ictimai əmək bölgüsü gəlir ortaya, üçüncü ictimai əmək bölgüsü də son Tunc dövründə olur. Birinci ictimai əmək bölgüsü nəticəsində demək, əkinçilik maldarlıqdan ayrılır. Əkinçiliklə maldarlıq bir-birindən ayrılır. Orta Tunc dövründə elə ictimai əmək bölgüsündən danışaq. İkinci ictimai əmək bölgüsü baş verdi. Burada isə sənətkarlıq digər sahələrdən ayrıldı və müstəqil bir sahəyə, müstəqil bir peşəyə çevrildi. Orta Tunc dövründə demək, iri tayfa ittifaqlarının meydana gəlməsini, sənətkarlığın müstəqil peşəyə çevrilməsini qeyd elədik. Orta Tunc dövrü bir digər adı ilə boyalı qablar mədəniyyəti dövrü kimi də tanınır. İri şəhər mərkəzləri meydana gəlir. Yəni şəhərlərin yaranması Orta Tunc dövrünə təsadüf eləyir. Azərbaycanda, Qarabağda, Naxçıvanda, Azərbaycanın cənubunda, Urmiyan ətrafında biz Göytəpənin, Naxçıvandakı 2-ci Gültəpənin nümunə kimi deyə bilərik. Şəhər mərkəzlərində mütləq dərslik oxuyarkən öyrənin adlarını. Xərit üzərində də bu suallar qarşımıza çıxa bilər. Orta Tunc dövründə həmçinin ticarət meydana gəlir və bu son Tunc dövründə mühüm bir dəyişikliyin olmasına gətirib çıxardı. Elə son Tunc dövründən də mən buradan bəhs eləyim. Dərsimizi yavaş-yavaş yekunlaşdıraq. Son Tuncla dəmir dövrü, erkən dəmir dövrü Azərbaycanda eyni dövr olaraq öyrənilir. Və bu da əhatə eləyir eradan əvvəl 14-cü, 7-ci demək əsrləri. Bu dövrdə 3-cü ictimai əmək bölgüsü baş verir. Tacirlər qrupu ayrılır, ticarət müstəqil bir peşəyə, sahəyə çevrilir. Son Tunc, erkən dəmir dövründə heyvanlara sitayiş meydana gəlir, ata sitayiş meydana gəlir son Tunc dövründə və bu dövrdə erkən Tuncdan etibarən yaranan sosial və əmlak bərabərsizliyi daha da dərinləşir. Dövrün sonuna yaxın artıq ibtidai icma quruluşu dağılır. Bu arada Muğamdan Uzuntəpə abidəsini qeyd eləmək olar. Muğamdakı Uzuntəpə. Buradan bax, dəmir tiyələr tapılıbdır. Erkən dəmir dövrünə aid abidədir. Həmçinin siklopik tikililər bu dövrə aiddir. Yəni təpəgöz tikililər müdafiə qalaları idi. Onlara da Gədəbəyin Arıqdam kəndindən, Xocavənddə Nərgiz təpədən demək rast gəlinmişdi. Azərbaycanın şimalına nisbətdə cənubunda ibtidai icma quruluşu daha tez dağılmışdı. Bu onunla əlaqədardır ki, Azərbaycanın cənubunda yaşayan tayfalar iki çay arası ilə Mesopotamiya ilə sosial-iqtisadi əlaqələr qururlar və şimala nisbətdə cənubda ibtidai icma quruluşu daha tez dağılır. Bu metallurgiyanın inkişafı ilə əlaqədardır. İzafi məhsul istehsalının artması ilə əlaqədardır. Əkinçilik, maldarlığın inkişaf etməsi ilə, əmlak və sosial bərabərsizliyin dərinləşməsi ilə əlaqədardır. Həmçinin neolit dövründə yaranan duluzçuluq bu dövrdə daha da inkişaf edir, sənətkarlıq və son Tunc erkən dəmir dövründə insanlar ayaqla hərəkətə gətirilən duluz çarxlarından istifadə etmişlər. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.